Gələcəkdə şəkər xəstəsi olmamaq üçün nələrə diqqət etməliyik? Diabet bir gündə yaranmır, illərlə yığılan bir riskdir. Birinci risk genetikadır. Ailədə diabet varsa, risk artır. İkincisi, ən böyük risk köklüdür. Xüsusilə qarın piylənməsidir. Qarın piyi ölçüsü sadədir. Qadınlarda bel çevrəsi 80 sm-in, kişilərdə isə 94 sm-in üzərindədirsə, risk böyükdür. Üçüncü risk hərəkətsizlikdir. Dördüncü risk isə gecə-gec yemək, üstündən meyvə və şirniyyat yeməkdir. Beşinci risk tez-tez açmaq və şirniyyat istəyi, çox vaxt qan şəkərinin oynaması siqnalıdır bu. Altıncı isə yuxusuzluqdur, insulin həssaslığını pisləşdirə bilər. Ən güclü profilaktika çəkini nəzarətdə saxlamaq, 5-7% arıqlamaq belə riski əhəmiyyətli dərəcədə azaldır. Həftədə ən azı 150 dəqiqə aktiv hərəkət, sürətli gəzinti, pilləkən qalxmaq, idman eləmək də riski azaldır. Ailədə diabet varsa, qarın piyi artıbsa, axşamlar şirniyyat istəyi çoxdursa, bədən xəbərdarlıq eləyir. İndi tədbir görmək sabah xəstəliklə mübarizədə daha asandır. Bu məqamda köməyə alfa-xrom gələ bilər. Alfa-xrom tərkibində xrom və alfa-lipoik turşusu olan elmi əsaslı bir kompleksdir. Xrom insulinə həssaslığı artırır, şəkərin hüceyrələrə keçməsini asanlaşdırır, iştahanı və şirniyyata meyli azaldır. Alfa-lipoik turşusu isə güclü antioksidantdır. Maddələr mübadiləsini aktivləşdirir, yağların enerjiyə çevrilməsini sürətləndirir. Bundan əlavə, halsızlıq azalır, enerji verir və şəkərə reaksiyanı sabit saxlamağa kömək eləyir. Tədqiqatlara əsasən xrom və alfa-lipoik turşusu qəbul edənlərdə qan şəkərinin sabit qalma ehtimalı 25-30% daha yüksəkdir. Qəbul qaydası sadədir. Gündə bir dəfə yeməkdən sonra İtaliya istehsalıdır, keyfiyyətindən əmin ola bilərsiniz. Həkim və əzaçıların tövsiyəsi ilə əksər apteklərdən əldə edə bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər. Videomuzu bəyənməyi unutmayın.